səndən yarı razıyam, yarı yox. Newcastle-ın pressingi var idi, sadəcə Newcastle-ın bitiriciliyi yox idi məncə. Və buna görə sual yaranır ki, Newcastle ümumiyyətlə Tottenham-ə gəlib çatacağıq. Amma Newcastle sual məndə yaranır ki, sənin 8-də 1 finalda Çempionlar Liqası nə etinacı? Amma lazımdır ki, 8-də 1-də Tottenham Newcastle kimi komandalar. Nə olsun? Pressinglər, nə olsun? Barcelona yorğun idi də brat da. 3 gün bundan qabaq Atletico oyundan çıxıblar. Niyə də yox? Ondan qabaq da Atletico Bilbao oyundan. Yox, mən bir sıra qrup fanatlarının fikrini eşitmişdim ki, Barcelona bu oyunda qalib gəlmək istəmirdi. Mən bunun kimi cəfəngiyyət həyatımda eşitməmişəm ki. Oyuna çıxmazlar 3 dənə. Qalib gəlmək istəmirdi. Elə şey var ola. Sən 10 ildir Çempionlar Liqasının qalibi ola bilmirsən, çıxmırsan 8-də 1 finalda, St. James Parkda oynayırsan və sən ki, yox. Qardaşım, Hə. Newcastle Premier Liqada 12-ci yerdə gedən komandadır və La Liqanın liderinə qarşı oynayır. Əlbəttə ki, bunları da qoy qırağa. Yəni klass səviyyəsi Barcelona hara, Newcastle hara. Bunu nəzərə alaq. Sırf sənə görə mən sırf Pedrini sıxırdım. Pedri görəsən nə edir? Barcelona'nın Newcastle yox, fərqi yoxdur. Hər bir kluba qarşı bir dənə epizodu olmamağı o biabırçılıqdır. Daha deyim ki, hücumçusu yoxdur. Nə Lewandowski, nə o bir sənədə Ferran Torres Barcelona səviyyəsində hücumçu.